Sezara verdiğimiz yemeklerden birini size təqdim edeceğim. Ne cür veririk, necə qablaşmada təqdim edirik Sezara. Tabii ki yağ ayarlarında kaşadan istifadə edilir. Neye göre ki kaşa karbohidratlar yağda o kadar vacip değil. İçin kökəlməyi bizə bu dəqiqə o kadar önemli değil. 90% ət olmalıdır, onu da indi verəcəyik Sezara. Elə Sezar. Gedək sənin yeməyi çökək qaba gətirəcək. 1 kilo 125 gramdan tutur bu qablar. 2 dənə veririk. 2 dənə verəndə Sezarın payoku, gündəlik payoku tamamlanır. Bak gördüğünüz kimi böyle. Ha, bu da ikinci porsiyasıdır. Neticede Sezar bundan doyacak. 2 dənə qabla 2 kilo 250 gram neticede. Burada delikatesten ibaret gıda. Bunun ne olduğunu öğrenmek isterseniz inşallah əlaqə saxlayarsınız. Bizden iç sahiplenen adamlara məlumatlandırarıq. Tərəfi kes. Ha, otur. Yok. Biraz araldı. Ha. Bu Sezar'ın yemeği ama yok. Yemeği olmaz da gözde de. Sen ağırlı olur mu sana? Ha. Gözde. Deməli dostlar, buna bildiğinizde kaşa vurmalı. Kaşa vurmalı buna göre ki yağ ayarlarında sentyabrdan başlayıp makaron, düyü, belə şeyler istifadə edə bilərik. Əgər verərsinizsə quru çörəyi, o halda siz onu isti suyla ısladıb, isti suyla, soyuq suyla yox. Sonra onu verə bilərsiniz. Sezar, можно. Молодец. Вот так. Eşeği olarak. Dostlar, ümumiyyətlə çörək olarak az qatacaksınız yeməklə. Əsas yeməyi dediyim kimi 90% ət olmalı. Bunun tərkibində çondurmaq, çox şeylər var, delikateslər var. Belə çörək o hardasa belə deyək də, bu boyda itə, məsələn, 1/4, çörəyin 1/4 isti suda isladır, onu verə bilərsiniz. Dediyim kimi, yəni heç bir halda baxın ki, kiflənmiş olmasın və isti suda islanılsın, sonra suyu süzülsün və yeməyinə qatıla bilər. Həftədə 2 dəfə, 3 dəfə çörəkdən belə istifadə edə bilərsiniz. Amma kaşa olarak düyüdür, qreçkadır, belə şeylər vermək istəyərsinizsə, mən məsləhət görürüm sentyabr aylarından başlayasınız. Yəni bu indiki aylardan məsləhət görmür. Yay aylarında itlər biraz çəki yığanda biraz rahat olmurlar, o səbəb. Malades olur. Şey oğlandı bu. Ha, yedim tardın, hani koktu. Ha, bakın dostlar, bakın. Sezar ağırlı olandı. Yayın günü istidir ama yeyir de. O bazı dostlarımız görsün zəng gelip ki, ay hiç yemek yemiyor, nətər olacak? İstidir belki ona göre yok kardeşler. İç sağlam olmalı. Sizin deməli problemi var. Nədirsə var ki o yemir. Eğer yiyirsə, yayın isti günündə yiyirsə, her şey qaydasın. Malades. Halal olsun. Evlendireceğim sen.